Harvard, Oxford, Yale. Bugün dünyanın ən məşhur universitetləri sayılır. Amma onların yaranmasından əsrlər əvvəl bir qadın təhsilin tarixində iz qoymuşdu. Onun adı Fatimə Əl-Fihri idi. O 9-cu əsrdə varlı tacir ailəsində doğuldu. Atasının ölümündən sonra miras aldı və Fəs şəhərinə köçdü. O dövrdə burada bilik vardı, amma sistemli ali təhsil strukturu yox idi. O da bu boşluğu doldurdu. 859-cu ildə Əl-Qaraviyyin Universitetinin əsasını qoydu. Uzun illər ərzində bütün vəsaitini bu layihəyə sərf etdi və nəticədə burada mütəşəkkil tədris mühiti formalaşdı. Dini elmlər, hüquq, riyaziyyat, astronomiya kimi sahələr öyrədilirdi. Bu təhsil ocağı bugün də fəaliyyət göstərir və tez-tez dünyanın ən qədim universitetlərindən biri kimi qeyd olunur. Daha sonra Avropada Oxford kimi universitetlər yarandı və zamanla müasir universitet sistemi formalaşdı. Bu prosesdə müxtəlif mədəniyyətlərin, o cümlədən İslam dünyasının elmi ənənələrinin də dolayı təsiri olduğu qəbul edilir. Amma bir fakt dəyişmir. Təhsilin inkişaf tarixində qadınların rolu çox vaxt kölgədə qalıb və Fatimə Əl-Fihri bu unutulan adlardan biridir.